Değerli Aftab kanalı izləyiciləri, hər biri salamlar, yeni videomuza xoş gəlmisiniz. Dostlar, bugünkü videomuzda sizə seçilmiş avtomobilləri təqdim etmək istəyirəm. Birinci avtomobilimiz Toyota Camry-dir. Salonu vəziyyəti bu cürdür. Çexolla düzlənib. Lüku yox, təəssüf ki, yürüyüşü də 204 min. Altında 4 dənə təzə təkərləri var. Avtomobilin görüşü bu vəziyyətədir. Salam aleyküm. Zəhmət olsun məlumatlar verəsin maşın haqqında. Maşın 2009-undur qardaş. 2.5 motordur. Motoru da təzə yığılıb. Toyota Camry-dir. Maşının dəyişimi tavuğu da yoxdur ki? Yox, heç zadı, heç zadı. Motorunu yazlatma yoxdur? Yox. Motor da təzə yığılıb. Gecikmə vurma yox. Yox. Hər şey sağlam maşında, 30 maşının bir qiymətini istəyirsiniz? 17 minə inşallah qiyməti deyilir. Reallıq olsa təbii ki aşağı olacaq. Bir də əlaqə nömrəsini deyərsiniz? Əlaqə nömrəsini verirəm. 070 366 4100. 366 4100 əlaqə nömrəsidir. Avtomobilin sizə göstərdiyi arxa hissəsi bu cürdür. TR9 təzə yığdırmışlar. Biz sıkıntı altında biz değişeceğiz diye turda Münşinə 30 maşın, benzin tök, parasitası. Sürüyoruz bu işi dörtlerden alışlardı. Ben diye Karadağ'da yaşayacağım. Gelip şerlem 38-37 manat benzindir. Olmayanlar da 90-100 normal sürerdi. Yani İçi 5 motorlu. Ekonomi, düzü. Bu içi 5 motorlu. Bunlar içi 4'tü, bu içi 5'ti. İçi başı tam normal vaziyette başladı. Android monitör da var, avtomat sürətlər qutusudur. Siz da zəng edib əlaqə saxlaya bilərsiniz. Harasın otur. Her istiyorsan vurur. Böyle başladı. Dəyərli Aftab kanalı izləyiciləri, sizə növbəti bir avtomobil təqdim edeyim. Ekonom avtomobillərdən biri Toyota Aqua. Məlumatlarını verəcəm olsun öncədən. Məlumatları, il nədir, maşın? 2019'da 1.5 hibrit. Hiçbir problemi değil. ABS-ində, batareykasında Hiçbir aşırması yok. heç bir aşıqası yoxdur. Salonu vəziyyəti bu cürdür, sərgiyə vəziyyətədir. Söküyü falan heç nə yoxdur. Avtomat sürətlər qutusudur. Belə dəyişən olmuş ki, ruhdar. Hə. Motorunda yazılma yoxdur. Yok diyor. Qiymət nə dediniz? 17.500. 17.500. Əlaqə nömrəsini deyərsiniz. 055 465 48 28. 48-28. Bunun üçün heç bir xərclər var. Dəyişən tavırı da olmaz. Sürətlər qutusunda atma geçmə yoxdur ki. Hiçbir problem yok. Qiyməti deyildi, əlaqə nömrəsi deyildi. Harada siz aparıb maşını da yoxlatdıra bilərsiniz. Bir xərc də belə çıxsa sizi tərsinə qarşılar. Buraxılış kartı da bunda yoxdur. Növbəti bir avtomobili təqdim edeyim. Toyota Aqua. Avtomat sürətlər qutusudur. Salonu vəziyyəti bu cürdür, çexolun üzlənib. Bunun da heç taksi buraxılış kartı var. Aha, bunun varıdır. 2014. İli 2014'dür. Motor, korobka, Yalnız vermesi. dəyişən kablo burada. Burada yoxdur amma əzilib. Buffer falan böyle. Yəni dəyib. Muldar yok. Mesela gene bir şey var. Əlaqə nömrəsini deyərsiniz. 055 465 48 28. 48-28. Bunun qiyməti neçədir? 14.500. İnşallah bunun qiyməti 14.500 deyilir.
taksi buraxılış kartı var. 2032-yə qədər. 2032-ci ildə gedər. Yəni polnu sürə bilərlər. Dəyərli Avtop kanalı izləyicilər, sizə növbəti bir avtomobili təqdim edeyim. Opel Astra. Mexanik sürətlə qutusudur. Yürüyüşü 399 mindir. Məlumatlar biraz zəhmət olmasa. 1350 qaqa. 1350, aha, ildə. 2006 bez detal. Motor bez nomeri öz adımdan. Belə, amma kosmetik ehtiyacı var. Kosmetik ehtiyacı var. Lüku yoxdur təəssüf ki. Salını və sərgiyə vəzifədə arxasında 4 dənə kolonkalar var. 6 dənə. Burada da piyanir magnetofon yanıb. Basovka o şey cizot yanıb. Altında 4 dənə köşələri var. Bu da avtomobilin vəziyyətidir. Kosmetik ehtiyacı var, saat qiymətdən çıxar. Qiymət əlaqə nömrəsini deyəsiniz? Qiymət əlaqə nömrəsi. Qiymət 7000-ə deyirəm qaqa. 077 610 92 12-də nömrə. 92 12 əlaqə nömrəsidir. Real alıcı olsa zəng edib əlaqə saxlaya bilər. Endirim eləyərəm. Dəyərli Avtop kanalı izləyicilər, sizə növbəti bir avtomobili təqdim edeyim. Hyundai i30. Mexanik sürətlə qutusudur. Yürüyüşü neçədir? 589 mində yürüyüşdür. Salonu və sərgiyə vəzifədir. Məlumatlar biraz rahat olsa. 2008 1.6 dizel. 1.6 dizel. Ekonom avtomobillərdən biridir. 2008-ci ildir. Qiymət nə qədərdir? 12800. 12800. Dəyişim tavırı da olub. 5 dənə. Sürətlə satıb eləmiş. Yox. Motorlu yazdırma yoxdur. Yox. Dört tane alternatif ilçeleri var. Şifonları biraz təzədir. Avtomobilin arka sesi. Qiymət nə qədərdir? 12800 manat. 12800 manat qiyməti deyilir. Bir də əlaqə nömrəsi 055 250 50 53. 50-53. Təqdim edəcəyim avtomobil Chevrolet Cruze. Dəri salonundadır, lüku var, işlə vəziyyətədir. Tam full versiyadır dostlar. Avtomat sürətlər qutusudur. Çıxı avtomobil sürülən göstərər. Altında 4 dənə təzə təkərlər var. $30.000 tam izləyici, yaya qədər zəhmət olmasa eləyək. Ona görə zəhmət olsun, hər birimiz kanala abunə olaq, bu videonu bəyənək, bizə dəstək olaq. Bu da avtomobil arxa hissəsidir. 2014-cü ildir motor. 1.4 turbo. 12800'e sahibi qiymətini deyir. İnşallah yazılırsa şey olur. Bir də əlaqə nömrəsi 055 231 15 14 əlaqə nömrəsidir. İstəyən olsa da harda sizi aparıb yoxlada bilərsiniz. Dəyərli Avtop kanalı izləyicilər, sizə növbəti bir avtomobili təqdim edeyim. Hyundai Elantra
Avtomat sürətlə qutudur, salonu vəzisi isə bu cürdür. Salafan üzlənib, sərgiyə vəzisədir. Yürüyüşü 294 mindir. Altında 4 tane təzə təşələr var. Bu da avtomobilin hissəsidir. Məlumatlarını verəsiniz canımız. Məlumatlarını. 2011'dir, Aha. servisdir. 2011 servis. 1.8 bot motordur. Maşın buruqsuz, qarsız maşındır. Polnufur. Polnufur avtomobildir. Qiymət nə qədər deyirsiniz? 17.800 deyirəm. Real alıcı olsa endirim eləyəcək. 17.800 lira alıcı olsa endirimdə olacaq. Əlaqə nömrəsi? Əlaqə nömrəsi 050 350 94 94. 94 əlaqə nömrəsidir. İstəyən olsa zəng edib əlaqə saxlaya bilər. Avtomobilin motorunda, korobkasında heç problem yox. Yazılmış. Heç İstəyən olsa da aparıb hadisi yoxlatma bilər. Bir xərcə çıxsa saat yaxın qarşılanır. Növbəti bir avtomobili təqdim edim sizə. Kia Sorento. Məlumatlar biraz anlatmışam öncədən. 2017-ci il 2017-ci il. ki, panorama look, Aha. sonra Dəri salondur. dəri salon, Full versiyadır. Android monitoru quraşdırılıb. Avtomat sürətlər qutusudur. 4 dənə steering qızdıranlar var. bəli. Soyudan qızdıran, ambiyans işıqlar, sonra İl nə idi? 2017. 2017 motor Motor 2, 2 motor. 228 min gedib. 128 min gedir. 228. 228. Aha. Motorunu yazıltmazlar yoxdur ki? Yox, yox. Sürətlər qutusuna atımı Hər geçmiyor şey yox. var. Hər şey qaydasında. Qaydasında. Avtomobil çadırını geçsək dostlar sizə. Ümid edirəm maraqlı olacaq. Gözəl avtomobillərdən biridir. Mənim fikrimə görə. Altında 4 dənə qızıl təkərləri var. Bu da avtomobilin görüşü. Rəy formasında öz fikrinizi bildirə bilərsiniz. Və zəhmət olsa kanalımıza abunə olaq. 30 min tam izləyici vuraq yaya gedər. Avtomobilin arxası. Sizdən bir xahiş var. Kanalımıza abunə olaq. Bu videonu bəyənək. Arxa sizin qızdıranlar da var. Dəri salondur. 7 yerlik. 7 yerlik. Bagajniklərə oturan yerlər var. Və 2 dənə qapısında asası daxil olmaq. Məlumatlarını da verəsiniz. Qiymətini. Əlaqə nömrəsi, qiymət. Əlaqə nömrəsi 050 993 79 49. Qiyməti 34500. 34500-də qiyməti deyilir. Reallıq olsa aşağıda olacaq. Sizə növbəti bir avtomobil təqdim edeyim. Kia Ceed. Məlumatlar verəcəm olsa. 2008 avtomat dizel, Aha. lükdür, kolye salondur. Dəri salon, lük. 303 min yürüşdür. Android monitoru. Motorun niyə azaltmazlar yoxdur ki? Heç İl nə 1 idi? manat xərci yoxdur. 2008 Motor 1.6 1.6. 1.6 dizel. Dizel. Yağ azaltma yoxdur dizel. Yox. Korobkasında bəs keçmə, Heç. açılan. Heç bir problem yox. Qiymət 15900 15900. Razılaşmalar? olar. Bir də əlaqə nömrəsi. Əlaqə nömrəsi. 099 888 2007. 2017. Bəli. Dörd dənə təzə təkərlər var maşının altında. Bu da avtomobilin vəziyyətidir. Və səyişin kalvuru da olub.
Aycan. Dəyişmə kalvuru da. Bez detal. Xalava sistemində problem var. Heç nə.